dağıldı. Vallahi indiki zamanədə heç kəsə qarquş eləməsin başqa bir şey. Ancaq desin ki, evin sənə elə qarquş eləyirəm ki, evin plana düşsün, başqa bir şey lazımdır. Mən evi satmıram. O alır, amma mən satmıram. Heç satmaq fikrim də yoxdur, heç satmayacağam da. Qonşu evi söküləndə mənim uşağımın şüşələri qırıldı, pəncərələr töküldü uşağımın üstünə. Mən o zaman buldozerin belə deyək qabağına çıxdım. Neynürsüz? Hadisədir də, oldu. 10 aylıq körpəmi mən şüşə altından güclə çıxartmışam. İndi hal-hazırda uşaqlarım nevroloji xəstə olub, dərmanla yatızdırıram. Bura Nəsimi rayonu Əlibəy Hüseynzadə 75 ünvanıdır. Söküntü işləri 2 ildir başlayıb. Razlaşanlar da var, razlaşmayanlar da. Bir insanlarda pis bir minyenya yaratmasın ki, bu insan, bu xanım birdən-birə milyonçu olmaq istəyir. 97 kvadrata 2 milyon pul tələb edir. Sakinlərin sözlərinə görə söküntüsü aparılan tikililərə bitişik evlər də zərər görüb, divarlarda çatlar əmələ gəlib. Bəzi hallarda evlərdə yaşamaq təhlükəli hal alıb. Bildirildi ki, aparılan söküntü işləri onların obyektlərinə gəlib gedən müştərilər üçün həyati təhlükə yaradır. Həmçinin ticarətlərinə də mənfi təsir göstərir. Heç bir kəsin hətta belə yerini almadan birinci növbədə dəmir hasarlarla bizi hasara alıb. Bu Violon MTK gətirib bu 5 mərtəbəli binanı, hansı ki mənim obyektimə bitişik binanı alıb. İndi onun iki tərəfini öz başına heç bir şəhər salmadan, fövqəladənin icazəsi olmadan buranı başlayıb sökməyə, özü də qorxu, həyəcan içində sökür deyim onu da sizə. Sakinlərin əlində Fövqəladə Hallar Nazirliyinin ərazidə tikinti və söküntü işlərinin dayandırılması ilə bağlı rəsmi qərarı var. Onlar bildirirlər ki, bu sənədə baxmayaraq işlər qanunsuz şəkildə davam etdirilir. Biz 112-yə fövqəladiyə müraciət edirik, qaynar xəttə, düzdür, sağ olsunlar, yəni sözümüzü eşidib əməkdaş göndərirlər. Əməkdaşla sözün əsl mənasında samşi oynayırlar. Gəlir əməkdaş yarım saat, 1 saat dayanır burada, söküntü dayanır, fəhlələr hamısı ilim itir, hətta özləri də yox olurlar. Onlar gedəndən sonra təkrar işə başlanılır. Violon MTK ilə əlaqə yaratmaq cəhdlərimiz uğursuz alındı. Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətinə Xəzər xəbərə bildirildi ki, Violon MTK tərəfindən həmin ərazidə məktəb binası və yaşayış evinin tikilməsi nəzərdə tutulub. Hazırda sakinlərlə razılaşmaq istiqamətində şirkət tərəfindən aparılan iş məktəb tikintisi nəzərdə tutulmuş ərazi üzrədir. Sakinlərin şikayəti və aidiyyatı orqanlar tərəfindən rayon icra hakimiyyətinə daxil olmuş məktublar əsasında həmin əraziyə dəfələrlə baxış keçirilib. Vurğulandı ki, icra hakimiyyət tərəfindən şirkətə sərəncamda qeyd olunmuş bəndlərə riayət olunması və sakinlərin haqlı narazılığının nəzərə alınması istiqamətində rəsmi xəbərdarlıq məktubu verilib.